Salam, hər vaxtınız xeyir olsun. Hacı, bir neçə bəhsdir biz Məhərrəm, Aşura, Səfər əyyamı ilə bağlı mövzulara toxunuruq. Bu mövzuların içərisində insanları hərə o zövqlərlə bağlı qeyd eləmişdiniz. Hər insanın bir zövqü, bir istiqaməti, bir baxışı ilə bu günlər insanların qəlbində təsir qoyur. Kimisi İmam Hüseyn əleyhissalamın elə qəhrəmanlığına baxır, öz kimliyi ilə həmahəng şəkildə özünün kimliyini tanıdır. Kimi orada hər bir İmam Hüseyn əleyhissalamın yar-ı ənsarının imamı olan itayətinə baxır, oradan özünə mövzu götürür. Kimi orada xanımların mövzusuna baxır. Ümumiyyətlə, hər səhnəsi bir mövzudur. Bu mövzu ilə istəyərdik bir mövzunun əhatələyəsiz. İmam Hüseyn əleyhissalamın Aşura məktəbi hər bir cəhətdən bu qədər mükəmməlliyinin təməlinin, bu barədə danışmışıq. Amma istəyərdik bu mövzuya bir də bu açıdan baxaq ki, bir məktəb necə ola bilər ki, bu boyda faciə, bu boyda hadisələr, amma təməlin özündə heç bir qüsurdan deməyə ehtiyac yoxdur da, ümumiyyətlə. Burada hər bir yerdə bir işıq, bir nuraniyyət, bir gözəllik, bir məktəb, bir istiqamət görülür. Bununla bağlı istəyərdik danışılsın. Necə ola bilər ki, bu cürlə mövzuda bütün zövqlərə oxşaya biləcək bir mövzu var. Buyurun. Bismillahirrahmanirrahim. Allah'ın salamı olsun əziz Peyğəmbəri və onun pak əhli beytinə. Salam olsun Hüseyin cana. Salam olsun Əbəlfəz ağaya. Salam olsun Həzrəti Zəhra salamullah aleyhəyə ki, o dide giryanla gözü yaşlı o Kərbalaya nəzər salan Həzrəti Zəhra salamullah aleyhəyə. Bu yağları o gözəl beytlərdəki gəldi. Siz deyəndə mənim o beytin bir hissəsi yadıma düşdü. Deyir, bu şəfaxanə Hüseynindir, təbibi ani baxır. Bura şəfaxanədə biz xəstə gəlmişik, təbibi də ani baxır. Doktoru qolsuz Əbəlfəzdir, məccani baxır. Bizim sığortamız Əbəlfəz apardı. Növbəsiz və təmənnasız bizim artıq İstəyənsin. Bəli. Gəlin ey dərdlilər, açılıb bab-ı kərəm. Gəlin ey dərdlilər, açılıb bab-ı kərəm. Ey dərd olanlar, ey müşkül olanlar, ey sözü Allaha sözü dərdi olanlar. Bizim ən böyük sözü dərdimiz budur ki, bizim imamımız görür nə vaxt zühurlayacaq. İmamsız olmur. Gör nə zülümlər baş verir. Ən böyük bizim müsibətimiz imamsızlıqdır. İmam Əcil Fərəcoğlu'nun qeyb dövrü olmasıdır. Gəlin ey dərdlilər, açılıb bab-ı kərəm. Niyə açılıb bab-ı kərəm? Bu yerə Fatimənin dide-i giryanı baxır. Çün bura Həzrəti Zəhra salamullah aleyhanın dide-i giryanı. Həzrəti Zəhra gözü yaşlı halda bura baxır. Bir yerə xanım Fatimə Zəhra göz yaşı halda baxsa, gör nə olar? Deyək, siz deyəndə günümüzlə bağlı. Dedim, görən bir gün Həzrəti Zəhra salamullah aleyha o dide-i giryanı hara baxır? İmam Zaman Ağa Əcil Fərəcoğlu'nun o pak qəlbinə baxır ki, bütün dünyada baş verən, ümmətin başına gələnlər, insanlığın başına gələnlər, uşaqların başına gələnlər, körpələrin başına gələnlər. Görən bir gün Həzrəti Zəhra salamullah aleyhanın dide-i giryanı hara baxır? Görən bir gün hara baxır? O baxımdan adam bu məclislərdə, bu əzadarlıq fürsətlərində o qədər cığır var ki,
bir cığırın ardınca düşüb getsə, görür Həzrəti Zeynəb salamullah əleyha deyir, mən gözəllikdən başqa içini görmədim. Xanım Zeynəb salamullah əleyhaya qədər gözəllik anlayışı bir cür başa düşürdü. Xanım Zeynəb salamullah əleyhadan sonra sən gözəllik anlayışı fərqli bir hala gəlib çatır. Bizim gözəl bildiyimiz bizim kimliyimizin göstəricisidir. Gün Aşurada Allaha bəndəlik öz kulminasiyasına çatır, öz zirvəsinə çatır. Allah bəndələri öz kimliklərini ən ali şəkildə ortaya çıxardırlar və bu o qədər gözəldir ki, bunu duya bilən, görə bilən bir Həzrəti Zeynəb salamullah əleyha var. Deyir, mən gözəllikdən başqa heç nə görmədim. Gözəllik görə bilmə, gözəllik duya bilmə. Ona görə o qədər dirildici mövzular var. Bəli, bəli. O deyəcəkdim ki, O qədər ayıldıcı mövzular var. Və bu mənada biz Həzrəti İmam Hüseyn əleyhissalamın ilk gündən, ilk andan Mədinədədir. Bir vəziyyət yaranır, Mədinəni tərk eləməli olur. Çünki bir dənə illüziya ilə allanıb, lənətli Yezid atası ona demiş ki, işin olmasın. Yəni, nə istəyirsən də hoqqa çıxardırıq, sən də çıxar. Amma bu ilahi hüccətin o ən minimum həddə də belə olan bir kimlikləri və təsirləri var. Onların üstünə gedmə, onları sıradan çıxartmaq belə həvəsinə düşmə. Lənətli Yezid deyir ki, yəni, atası bacarmır, özü bacarar. Və nəhayətən nə baş verir? Bunu həyata keçirmək istəyir. İlahi hüccətsiz bir dənə həyat. Amma Allahın öz sünnətullahı var. bəli. Nə qədər bunu eləmək istəyir, ilahi rəng daha da artır. Əks effekt verir. Mədinədən çıxılır, Məkkəyə gedilir. Həc vaxtıdır. Orada bəlli bir şəraitdən çıxılır. Ərəfədə bəlli bir dua oxunur. Sən duanı insan oxuyanda baxır, görür ki, kim olaraq İmam Hüseyn əleyhissalamın hansı kimliylə bu dua oxunur, hansı vəziyyətdir. Və sonra da addım-ba-addım hərəkətlər. Yəni, mühüm mövzu burada nədir? Mühüm mövzu burada budur ki, bu nuru söndürmək istəyinin özü bir dənə illüziyadır. Allahın nurunu söndürmək mümkün deyil. İlahi nuru söndürmək mümkün deyil. Və bu mənada biz bu günləri icazənizlə bu buyuruşa da toxunarıq. Buyurun, hacı, buyurun. İmam Sadiq əleyhissalamdan rəvayət olunur ki, buyurur, hər bir şeyin müəyyən və məhdud bir savabı və mükafatı var. Bizə görə, bizim müsibətimizə axıdılan göz yaşından başqa. Çünki Allah o göz yaşı üçün adi ölçülərdə bir mükafat təyin etməz. Onun mükafatı yalnız cənnət və ya günahların tamamilə bağışlanması olur. Bu da bir mötəbər mənbədədir. Yəni, həmən bir ab-havadır, vəziyyətdir. Biz diqqət eləyəndə bir dənə fürsətdir. Allah bizə nəsib eləsin. Əzadarlıq məclislərində bunu bəhrələnə bilək və inşallah Allah bizə inayət eləsin. Amin. Təşəkkür edirəm. Çox sağ olun. Allah razı olsun. Çox sağ olun.